Qışın sərt keçməsi yayda gözlənilən hava şəraiti ilə bağlı fərziyyələrə səbəb olub. Ənənəvi olaraq bu prosesin həddindən artıq istilərə yol açacağı düşünülür. Hətta iddia olunur ki, aprel ayından etibarən temperatur 30 dərəcəyə qalxacaq. Qlobal infoza danışan ekoloq alim Telman Zeynalov deyib ki, son dövrlərdə iqlim dəyişikliyi müşahidə olunur. Stat, hər fəslin özünə məxsus hava şəraiti olmalıdır. Demək olar, yaz fəslini itirmişik. Qışdan birbaşa yaya keçirik. İddiaların nə dərəcədə əsaslı olduğunu deyə bilmərəm. Lakin temperaturun artması, yayda havaların isti keçməsi təbiət və insan üçün yaxşıdır. Daha az enerji sərf etmiş oluruq. Amma qış sərt keçsə də, düşünmürəm ki, yayda belə olacaq. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.